David Bernard'ın Keşke Heç Olmasaydıq adlı əsasən antinatalizm deyəndə təməl kitablarından biri sayılır. Radikal antinatalizm desək. Ya, o haqda əslində video çəkmişdim, amma qəribə şəkildə çox təsirlənmişəm kitabdan. İndiyə kimi demək olar ki, eşitdiyim ən məntiqli fikirlər bu kitabdaydı. Antinatalizm özü də çox müzakirəli bir mövzudur, amma bir də fikirləşirəm ki, həm ətrafımda bir neçə adamla müzakirə aparmışam bu mövzuda. Tam olaraq anlaşılmır. Bunun da səbəbi, bir neçə səbəbi var deyə düşünürəm. Birincisi, biz elə bir toplumdayıq ki, bir mənalı olaraq uşağı və yaxud da ki, dünyanı bir hədiyyə olaraq onsuz da qavrayırıq. Gözəl bir şey olaraq qavlayırıq ki, antinatalizmdə də, yəni Bernard'ın kitabında da ilk olaraq əzab mövzusuna toxunurdu. Yəni dünyanı əvvəlcə izah eləyirdi ki, əzab verici bir yerdir. Bunu nə qədər fırlatsaz, nəticə olaraq tutalım təbii fəlakətlər var. Sən nə qədər kontrolda saxlaya bilərsən də həyatı dünyaya gətirdiyin uşağı tutalım. Biz deyirik ki, maddi rifahım yaxşı olsun, imkanım yaxşı olsun. Məsələn, tipik bu faşist bir düşüncədir ki, ən çox bizim toplumda da var. Kasıblar uşaq doğmasın. Yəni bu məntiqlə bu o deməkdir ki, bütün kasıbların dünyaya gətirəcəkləri uşaqları bədbəxt olacaqsa, onda varlıların uşaqları xoşbəxt olur. Yəni bu antinatalizm belə bir şey deyil. Çünki deməli bu Bernard'ın kitabını tərcümə eləyən Cansu Özmən idi, səhv eləmirəmsə. Onun 2 saata yaxın bir çıxışını dinlədim və daha sonra da antinatalizmlə bağlı müzakirələr dinlədim. Çox həqiqətən zövq alıram bu mövzudan. Bir də yəni tam olaraq məsələn Bernard'ın kitabında etik, əxlaq tərəfdən dəyərləndirilir ki, bir insanı dünyaya gətirmək onun nəyə görə etik tərəfdən dəyərləndirilirdi? Çünki biz ondan icazə almırıq dünyaya gələcək uşaqdan, rızasını almırıq, razılığını almırıq yəni. Amma tam olaraq bütün antinatalistlərdə bununla dəyərləndirilmir. Məsələn, şey də var, risk faktoru var tutalım. Risk faktoru nədir? Dediyim kimi, məsələn, biz deyirik ki, və yaxud da ki, ən çox səslənilən fikirlərdən biridir ki, child free-dir, yenə də deyirəm, o videoda demişdim. Bu dünya zalımdır, mən dünyaya uşaq gətirmirəm və s. Və yaxud da ki, insanlar çox artıbdır, insan nüfusu çoxdur. Yəni, müharibələri aradan qaldırsaq da, məsələn, Bernard deyirdi ki, nəticə dəyişmir. Bu təbii fəlakətləri, bu siyasi fəlakətləri də aradan qaldırsaq, maddi durumumuzu da düzəltsək, nəticə olaraq tutalım, mən öz ağrımdan müqayisə eləsəm, tutalım, məni sevgi göstərən bir anam var idi, mənə xoş şeylər yaşatmışdı. 30 illik həyatımda bunları müqayisə eləsəm və bunun qarşılığında bir neçə ayda öldükdən sonra mənə hiss elədiyi hissləri tərəziyə qoyuram və deyirəm ki, yox, bunlar ölçülmür. Çünki o yaşatdığın şeylərin, xoşbəxtliklərin heç birisi, hamısı demək olar ki, burnundan gəldi. Yəni bu daha tərəzi ağır çəkdi. Yəni biz o uşaqları dünyaya da gətirəndən sonra nəticə olaraq yəni bir yaşlanma mövzusu var. Ölüm qaçınılmazdır. Ölüm də onsuz da ağrılı bir şeydir, xoş bir şey deyil ölüm. Və hamı da ölür. Quranda da bizə deyildiyi kimi Quranın möcüzələrindən biridir. Hər kəs ölümü tadacaqdır. Və yəni ölüm var, xəstəlik var, yaşlılıq özü-özünə ağır bir prosesdir. Sən həm görünüşünü itirirsən, gəncliyini itirirsən, enerjini itirirsən, həm də sağlamlığını itirirsən. Məsələn, bizə verilən o sağlamlıq hamısı alınır, görünüş, gözəllik hamısı alınır. Yəni o həyatın bizə verdiyi o gözəlliklər ki, deyilir, həyat sənə göz verib, əl verib, ayaq verib, sağlamlıq verib, nə bilim, sayırlar da məsələn. Amma həyat davam elədikcə bu verdiklərin hamısını səndən burnundan tökür, alır. Yəni nəticə olaraq bu şeylərin hamısını itirə-itirə gedirsən. Sağlamlığın olsun, görünüşün olsun. Yəni yaşlanmağın özü başlı başına bir filmə baxıram. Yəni o qədər o kitab mənə təsir eləyib ki, bu filmdə başrolda illərini bu ədalət təsir eləmiş bir hakimdir və o bir iflic keçirir, xəstəxanaya yatırılır və mən orada fikirləşirəm onun ki, həyatı boyu bu adam ədalət uğrunda tutalım. Ailəsi verib də buna təhsil də verib,
ağıl da verib, yəni hər şey pulu olubdu, amma qaçınılmaz olaraq əzaba tutuldu. Yəni bu adamın bu əzaba məruz qalan nə idi? Onu dünyaya gətirən valideynləri. Bunu hardan müzakirə edirəm? Məsələn, mən yaxınlarımla müzakirə edəndə deyirlər ki, uşaq dünyaya gətirmişəm, amma mən ona sevgi verirəm, diqqət verirəm və yaxud da ki, tutan maddi durumumuz, gecə-gündüz çalışırıq ki, onun hər şey olsun. İstədiyi yeməkləri alaq, sağlıqlı qidalandıraq, nə bilim, geyim verək. Amma bunların hamısı bir yerə qədərdir. Yəni o həmişə uşaq qalmayacaq. Bunları verməyin belə nəticəni dəyişmir. Yəni nəticə olaraq tutalım. Öləsən, ən yaxşı halda öləsən. Uşağına öz ölümünü yaşadacaqsan. Ki bu çox həqiqətən çox ağrılı bir durumdur. Amma uşağını yəni bilə-bilə ki, yəni ən yaxşı halda yenə də deyirəm. Çünki bir də uşaqların valideyndən öncə ölməsi var. True Detective-də Rastın yaşadığı, məsələn, o antinatalist fikirlər səsləndirmişdi orada. Digər videoda danışmışdım. Yəni ən yaxşı halda övladının sən ölümünü görmürsənsə, bunun özü riskdir. Övladının öz ölümünə məruz qoyursan, ağrını yaşadırsan və səndən sonra o həyatda qalacaq, yəni necə qalacaq, necə mübarizə aparacaq. Yəni ümumi olaraq hara fırlatsan, əzab qaçınılmazdır. Mən deməli bu mövzunu dostlarımla müzakirə eləyəndə, hətta almanlarda da belə müzakirə olur ki, antinatalizm haqqında danışılanda pessimist düşüncə kimi, mizantropiya kimi, ümumiyyətlə qəribə şəkildə axır vaxtlar hiss edirəm ki, bu polyanalara onsuz da bir antipatiyam var və hansısa bir mövzunu danışanda, məsələn, antinatalizm bir fəlsəfədir. Dediyim kimi, bir şəxsi seçim deyil, bir fəlsəfəni danışırıq, müzakirə eləyirik. Bilinməyən, o qədər də bizim cəmiyyətdə ümumiyyətlə görməmişəm antinatalizm haqqında kimlərsə danışılsın, müzakirə aparılsın. Amma belə bir fəlsəfə var və bunu danışmaq istəyirsən, müzakirəyə açmaq istəyirsən. Çünki əks arqument də bir tərəfdən istəyirsən ki, bəlkə nəsə bir arqument gələcək qarşı tərəfdən ki, sən onu eşidib deyəcəksən ki, aha, çünki antinatalizmdə mövzu nədir? Biz uşaq istəyəndə çox özümüz üçün istəyirik. Yəni müxtəlif səbəbləri olur, amma ana belə deyim, arzu, əsas arzu özün olursan. Mən uşaq istəyirəm, mənə yaxşı baxsın, özümün daha yaxşı variantını yaradım, ana olmaq, valideyn olmaq hissini yaşayım, nə bilim, özümü lazımlı hiss edeyim. Yəni bir çox səbəb var, amma səbəblərin hamısında valideynin özünə köklənir. Antinatalizm fəlsəfəsini belə deyim, yanlış çıxartmaq üçün belə bir cümlə qurmalısan. Mən uşaq istəyirəm, nöqtə. O nöqtənin yerinə elə bir şey qoymalısan ki, uşaq üçün istəmiş olasan. Yəni nə yaza bilərsən, nə deyə bilərsən, nə tutalım. Əsas o əxlaq və həzz asimetriyasında deyildiyi kimi həyatda okey, polyannalar deyir ki, okey, həzz var, həyatda xoşbəxtlik də var. Amma sən həyata gəlməyərək o həzzdən məhrum olman sənə nəsə vermir. Yəni yoxsansa, həzz də yoxdursa da, itirəcək bir şey yoxdur. Amma həyatdasansa, əzab varsa, bu daha ağrılıdır. Yəni asimetriya dediyimiz şey budur. Və dediyim kimi, yəni bu polyannaların, pozitiv güya ki, insanların heç bir şey danışmaq olmur, heç bir şey. Yəni antinatalizmlə danışanda necə buna pessimist düşüncə deyib bu müzakirəni ignor eləyə bilərsən ki, antinatalizmdə pessimist, məsələn, Bernat'ın kitabında tutan Schopenhauer'dan alıntılar var idi. Schopenhauer deyəndə onsuz da pessimist filozof deyəndə ilk ağlımıza gələn Schopenhauer'dur. Amma yəni dediyim kimi, özü-özlüyündə antinatalizm pessimist bir şey deyil. Reallıqları danışır. Yəni əksinə bir cümlə qura bilərikmi? Mən bu dünyaya uşağı gətirmək istəyirəm. Çünki uşaq üçün falan şey yaxşı olacaq. Elə bir şey yoxdur. Yəni uşağı nəticə olaraq özümüz üçün istəyirik. Ən primitiv belə deyim, səbəblərdən də birisi bizim ümumiyyətlə təkamülümüz belə kodlanıb ki, həyatda qal və çoxal. Məsələn, bunu belə müzakirə eləyəndə çox maraqlı gəlmişdi. Özümə danışdıqca tapıram və müəyyən eləyirəm ki, məsələn, sevgi anlayışının özü belə bir nağıldır, insanın uydurduğu bir şeydir. Bunu bütün sevgi romanlarını və yaxud da ki, öz hisslərimizi və yaxud da ki, nə bilim, filmlərə baxanda analiz eləmək olar. Modern insan orada baxır ki, hansısa hormonlar orada oynayır və yaxud da ki, nə bilim, hansısa bir boşluqdur, monotonluqdan bezmək, həyatı rəngliləmək istəyidir, sevgi, sevilmə, yaşamaq istəyidir, nəsə həyəcan yaşamaq istəyidir. Yəni, məsələn, sevgi deyilən bir şey yoxdur, mənim təbii ki, şəxsi fikrimdir. Amma buna bir fikrim yadımdan çıxdı.
Buna bir, belə deyim, məna yükləyirik. Hə, onu deyirdim. Məsələn, təkamülizmin kodlanmış dediyimiz şeylər, gənclikdə tutalım 15-25 yaş arasında, məsələn, çox aktiv şəkildə çox hərarətli sevgi şeyləri yaşayırıq. Bunun səbəbinin özü də bir təkamüldür deyə düşünürəm ki, artıq təbiət istəyir ki, sən çoxalasan. Ona görə də qadın kişini bir-birinə aşiq eləyir və daha çox meylli oluruq, hormonlarımız daha aktiv olur. Çünki təbiət maraqlıdır, yəni bizim çoxalmamızda. Təbii təkamülümüz budur ki, biz bir-birimizə aşiq olsaq nə olacaq? İnsan irqi çoxalacaq. Amma məsələn, yaşlı adamların bir-birlərinə aşiq olması çox nadirdir. Çünki təbiət onlarda maraqlı deyil. Onsuz onlardan aldığını alıb, onsuz onlar çoxalmayacaq. Bir-birlərinə aşiq olsalar onların, olmasa nə olar? Yəni belə şeylər düşünürəm. Təbii ki, hormonlar və s. var. Yəni sözümün canı bizim kodla təkamülümüzdə belə var ki, çoxalmaq insanın öz fərqinə varıb, bu təkamülünün fərqinə varıb, buna qarşı çıxması, təbiətinə, təkamülünə qarşı çıxması çox böyük bir güc tələb eləyir, çox böyük bir qərar tələb eləyir. Bir də burada məsələn rəylərdə baxmışdım. 2 saata yaxın deməli bu kitabın tərcüməçisi danışırdı və altlara yazılmışdı ki, Hindistan, ən çox Hindistan, Çindir də nüfusu olan ölkələr. Bəs bu ideologiya oralarda danışılmalıdır, bizim toplumumuzda yox. Yəni dediyim kimi bu da absurd bir şeydir. Hindistanda təbii ki nüfus çoxdur deyə deyilir, amma antinatalizm bu da deyil. Yəni nüfus çoxdur, çoxalmayın demir onsuz da. Hindistandakı uşağın sadəcə olaraq, ölçü olaraq daha çox ağrıya məruz qalacaq, şiddəti var yəni o ağrının. Tutalım, Avropada yaşayan insan da ağrıya məruz qalacaq. Amma fərqli olacaq yəni bunların əzabı. Biri tutalım, monotonluq ağrısı çəkəcək ki, məsəl üçün Sartre kimi, Camus kimi filozoflar deyirlər ki, insanın ən ağır dərdi bu monotonluqdur da. İnsanın ən ağır gələn yük monotonluqdur. Pis belə olsa bir şey yaşayırsan, yəni yaşadığına dair bir nəsə var, ağır var, amma monotonluqda o da yoxdur. Yəni, heç bir şey hiss eləmirsən və yaxud da ki, Camus'un yad əsərindəki kimi hər şeyi yaddaşırsan, anan ölür, heç nə hiss eləmirsən. Yəni Avropanın da belə bir dərdi olur. Müqayisə elə, yəni hansı daha ağırdır, hansı daha yüngüldür. Bu da müzakirəyə açıqdır. Amma bu demək deyil ki, yüksək rifahı olan ölkələrdə onlar çoxalsınlar, onlar uşaq dünyaya gətirməyə haqqları var. Yəni ən azından antinatalizmdə, radikal antinatalizmdə, Benatrın fəlsəfəsində belə bir şey yoxdur ki, kasıb ölkələr, inkişaf etməmiş ölkələr dayandırsın. Bu ədalətli deyil uşaq dünyaya gətirmək. Bu faşist düşüncəyə gedir, çıxır. Sadəcə sivil ölkələr, inkişaf etmiş toplumlar çoxalsınlar. Belə bir şey yoxdur, yəni onsuz antinatalizmdə. Yəni ümumilikdə sən dərk eləməlisən ki, sən uşağı dünyaya gətirdin, ona yaxşı yemək verdin, o xəstələndi, sən ona baxa biləcəksən, o potensialdasan, geyim ala biləcəksən, gəzdirə biləcəksən və yaxud da ki, təhsil verə biləcəksən. Bu deyil, bundan qısıtlanmır bu fəlsəfə. Yəni bu uşaq nəticə olaraq böyüyəcək. Sənin ixtiyarında olmayan, yəni yad faktorlar var. Çox gülməli bir şey deyəcəm bu arada. Dediyim kimi izlədiyim hər şeyi o kitabdan sonra o gözlə tamamilə başqa bir gözdən izləyirəm. Məsələn, Güllərin Savaşına baxıram indi. Türk serialıdır. Orada Cihan var. Bunun ailəsi məsələn intellektual, imkanlı adamlardılar. Baxanda görünüş olaraq deyirsən ki, yəni bu ailənin uşaq dünyaya gətirməsində özü də tək uşaq tutan heç bir problem yoxdur. Yəni uşağına onsuz gözəl həyat verə biləcəklər. Valideynlərdən istisna bir risk faktoru dediyimiz tutalım budur ki, evin böyük uşağı gəlir, onu boğur və uşaq həyatı boyu, bu Cihan həyatı boyu deyərdim ki, şikəst şəkildə də, yəni mental sağlığı yerində olmur, qapanır, insanlarla kontakt qura bilmir. Yəni tamamilə bir işgəncə həyatı yaşayır. Yəni o risk ediyimiz faktor. Məsələn, sən hər şey eləsən belə, tutalım, müharibələr belə dayanıb, hətta utopik bir şey, bunu belə okey eləyirik ki, müharibə belə yoxdur, sülh var, rifah var, aclıq yoxdur. Amma çıxdın yola, maşın vurdu, şikəst oldun. Yəni bu risk faktoru qaçınılmazdır. Əzab qaçınılmazdır, yaşadığı əzablar. Və onsuz da buna da toxunur ki, yəni bizim beynimiz bizə, məsələn, mən dostumla danışanda deyirdi ki, o pessimist düşüncəli, yenə də deyirəm, antinatalizmdə pessimist filozoflardan fikirlər səsləndirir. Amma mən məsəl üçün bunu qəbul edə bilmirəm ki, antinatalizm fəlsəfi pessimist bir görüşdür. Kimə görə? Yəni bunun pessimizm və yaxud da ki realizm və yaxud da ki
optimizm, bunların hamısı ümumiyyətlə algılardır, insanın algılarıdır. Algılarımızla sərhədlənibdir. Yəni sən onun neqativ bir şey, pessimizm deyə bilərsən, mən demirəm. Amma yəni algıladıkları şey bu olur da, ümumilikdə ki, həyata niyə əzab verici baxırsan? Onda dinlərin bizə yedirtməyə çalışdığı kimi həyata bir hədiyyə, bir möcüzə kimi baxaq, onda belə yanaşaq. Halbuki, məsələn, bunu deyən adam, mənim müzakirə elədiyim adam buddist idi. Bu çox qəribədir. Yəni deyirəm, Budizmdə bənzərlikləri, eyni fikri təkrar edirəm, digər videoda demişdim bu fikirləri. Amma ilk olaraq dediyim kimi həyata baxışımızı birinci dəqiqləşdirməliyik antinatalizmi qavramaq üçün ki, məsələn, dinlərdə həyat sənə hədiyyə olaraq verilib. Sən gözəl, həyatda çirkin şeylər də var, amma o çirkin şeylər bir təcrübədir, onun dualizmdir, onun bir mənası var, olmasa bu olmazdı və s. Yəni bunlar hamısı bir algı yaradır. Antinatalizm sənə deyir ki, dediyim kimi, o dualizm olsa da, o çirkin olmasa, o yaxşının qədrini bilməsə, amma nəticə olaraq o yaxşını yaşamasan, sənə bir şey itirməyəsən, var olmasan. Amma o pis ağrı sənə sevdiyin insanın ötürməsi, tutalım, övladın var, rastın qızını itirməsi, True Detective-də, yəni o övladını itirmək hissi. Yəni bu ola biləcək bir şeydir. Övladı dünyaya gətirir, amma qaçılmaz bir şeydir. Qəza ola bilər, tutalım, öldü uşaq, dünyaya gətirdin, əziyyət içində öldü və yaxud da ki, şikəst qaldı. Və məsələn, onu deyirdim ki, dinlərdə və yaxud da ki, hinduizmdə, buddizmdə samsara döngüsü var da. Məsələn, samsara döngüsü, məsələn, gecə-gündüz meditasiya eləyirlər, yogilər ki, nirvanaya çatsınlar. Nirvanaya çatmaq nə deməkdir? Əzabdan qurtulmaqdır. Əzab dediyimiz nədir? Bu dünyanı əzab olaraq algılayır. Yəni, bu dünyada hiss elədiyimiz şəhvət, məsələn, seks olmaz, masturbasiya belə olmaz, əyləncə olmaz və yaxud da ki, o həzlər belə, arzular belə, zövqlər belə əzab vericidir. Yəni pis, neqativ olaraq algılanır. Çünki sən ondan meditasiya eləyərək bu maddi dünyadan tək o pisliklərdən, ağrıdan qurtulmursan, həm də bu həzdən qurtulmalısan. Yəni bunlardan qurtulmağa çalışırsan. Nəyə görə qurtulmağa, nəyə görə nirvanaya çatmaq istəyir buddistlər? Yəni buddizmlə sözümün canı fəlsəfəsini qavrayan, özünə buddizmi yaxın bilən bir insanın bunu deməsi də ayrı bir qəribə gəlir mənə. Hansısa bir dindar desə, bu mənə okeydir. Çünki dindar inanır ki, Tanrı bir sınaq üçün dünyanı yaradıbdır, hədiyyədir, əsas o dünyadır. Yəni bir məna yüklür özünə görə, okeydir. Amma buddistin bir fərqi olmalıdır ən azından. Yəni samsara döngüsü dediyimiz bu dünyaya təkrar reinkarnasiyaya təkrar gəlirik və o növbəti dünyada biz nirvanaya çatmalıyıq ki, o bütün yaxşı və pis qayğılardan, maddi dünyadan arınmalıyıq ki, nirvanaya çataq və bu dünyaya yenidən gəlməkdən qurtulaq. Yəni bunun məğzi onsuz da buddizmin bu samsara döngüsündən çıxmaqdır. Yenidən reinkarnasiya, yenidən dünyaya gəlməkdən qurtulmaqdır. Yəni dünya qəşəng bir şey olsa, biz gedib meditasiya eləyib həyatımız boyu, nə bilim, illərlə meditasiya eləyib qapanıb bu maddi dünyadan, arzulardan xilas olmağa çalışmarıq ki, yəni qəşəng bir şeydir, bir də gələkdə hədiyyədir də dünya. Yəni ümumilikdə buddizm əzablı olaraq algılayır dünyanı və səni qurtarmağa çalışır. Yəni bunun üçün də ən yaxşısı təkan verir də, hardasa yəni fikirlərdə oxşarlıq var ki, dünyaya gəlib qurtulmaqdansa heç ümumiyyətlə dünyaya gətirmə. Antinatalizm, yəni ümumiyyətlə dünyaya gətirmə. Deməli, o videonun altında bir dənə yazı gördüm Molla Nəsrəddinlə bağlı. Çox o da xoşuma gəldi ki, bir gün bir kişi gəlir Molla Nəsrəddinin yanına, deyir mənim uşağım olubdu, Tanrı mənə hədiyyə bəxş elədi və bu da deyir ki, Molla Nəsrəddin də deyir ki, amma sən də bir günah elədin. Adam da qayıdır ki, yəni necə günah elədim? Nə mənada günah elədim də, yəni mən onu həyatımdan da çox sevirəm, hər şey eləyirəm ki, onun üçün ən yaxşısını eləyim. Molla Nəsrəddin də deyir ki, ən yaxşısını eləməli olduğunu, yəni necə eləyəcəksən? Daha doğrusu, yəni Molla Nəsrəddin deyir ki, ən yaxşısı eləməli olduğunu düşünürsənsə, bunu sən uşağı dünyaya gətirməzdən öncə düşünərdin. Yəni uşağı Schopenhauer'un da buna bənzər bir fikri var. Deyir ki, övladlarımıza verə biləcəyimiz ən böyük yaxşılıq onları dünyaya gətirməməyimizdir. Yəni antinatalizmin fikri daha çox bununla köklənibdir. Yəni uşaq dünyaya gətirim, ona sevgi, qayğı göstərim, o xəstə olsun, mən ona baxım.
bu yaxşı olmaq, yaxşı valideyn olmaq demək deyil. Yəni bir qurban roluna girib həyatını fəda elədin, məhv elədin. Bu yaxşı bir şey deyil. Yəni yaxşı olmaq istəyirsənsə, ümumiyyətlə onu dünyaya gətirmə. Və yaxud da ki, övladının başına nələrsə ağrılar gəldi də tutalım, nəsə problemlər gəldi. Mən necə yaxşı insanım, necə yaxşı valideynəm, ona dəstək oluram. Yox, bu da deyil. Yəni bunlar köklü şəkildə həlli var idi, heç dünyaya gətirməyə bilərdin. Bir də antinatalizmlə bağlı doğuma qarşı çıxır ümumiyyətlə antinatalizm. Doğum qarışıqlığıdır, doğuma zidd getməkdir, yəni. Natalizm doğurmaqdır, antinatalizm yəni doğuma qarşı çıxmaq deməkdir. Bir də bu transhumanizmlə, ümumiyyətlə klonlaşdırma mövzusu var. Artıq bu mövzular da bu anlayışın adının ən azından bəzi antinatalistlər dəyişdirilməsi olduğunu düşünür. Tutam klonlaşdırma var, burada artıq doğuş yoxdur da, yəni bu doğuma qarşıdırsa, sadəcə biz doğuma qarşı deyirsə, onda klonlaşdırma baxın, bəs bu durum nə olacaq? Yəni nəticə olaraq o klonda hissləri var və yaxud da ki, robotlarını tutalım, müzakirə edilir ki, irəliyən zamanlarda emosional hisslər, məsələn, ağrı yaşaya biləcək tutalım, inkişaf eləsək, robotlara hisslər də yükləyə bilsək, bunu da əxlaqi tərəfdən onda dəyərləndirə bilərik ki, bu robotları yəni yaratmayaq. Burada doğuş yoxdur çünki bir nə idi? Robotlaşdırma texnologiyadır. Yəni o zaman bu artıq modern zamanda bu kitab 2006-da yazılmışdı, amma bəzi antinatalistlərin bu fikirləri də vardı ki, bunları da haqlı gördüm. Yəni o zaman klonlaşdırmağa və yaxud da ki, transhumanizmin özünə, artıq transhumanizm nə idi? Artıq insan bədənini aşmalıdır. Yəni bizim beyinlərimiz bir robota, bir nə bilim, intellektə köçürülməlidir, orada yaşamaq. Yəni bu bədəndən xilas olmalıyıq. Yəni bu adı belə artıq müzakirə olunur ki, bu da məntiqlidir. Nəticə olaraq klonlar da hiss eləyir və yaxud da ki, robotlara da bir hiss gələcəkdir, köçürülə bilər. Ümumiyyətlə, məsələn, heyvanlara qarşı münasibəti də demişdim ki, heyvanlar da ağrı çəkir. Onların da və yaxud da ki, abortla bağlı təbii ki, bir antinatalist, təbii ki, bu arada antinatalistləri aseksual olub-olmasına müzakirə eləyirlərmiş. Bu da mənə qəribə gəldi. Çünki dinlərdə əsasən, məsələn, İslamda da var, cinsi əlaqə, seks əsasən müqəddəs bir amal üçün okeydir. Yəni, normal şərtlərdə sən şəhvət hissi duya bilməzsən, seksdən zövq duya bilməzsən, özəlliklə qadın duyursa əxlaqsızdır. Əsasən çoxalmaq üçün, yəni ana olmaq üçün, müqəddəs bir amal üçün bu şey eləməlisən. Yəni, bir məcburiyyət var. Ümumilikdə şəhvət arzu, onsuz da dinlərdə də müsbət qarşılanmır. Məsələn, şərq toplumlarında da qadınların əksəriyyəti, yəni deyə bilmərik ki, belə şəhvət hissləri güclü olan qadınlar var. Çox bu da tənqid edilir məsələ, çünki tutalım, latınlar ehtiraslıdırlar, şərqdəki qadınlar ehtirassızdırlar, seksdə yaxşı deyirlər. Çünki bu bir cəmiyyətin, bu bir mental problemdir. Bizim sekslə bağlı beynimizdə formalaşmış fikirlərdir. Biz elə bilirik ki, şəhvət hissi duyuruqsa, əxlaqsız bir qadın olduq filan artıq. Yəni antinatalizm aseksual filan deyirlər. Belə bir anlayış yoxdur. Çünki dünyaya uşaq gətirmədiyi müddətdə okeydir. Seks də sadəcə dünyaya uşaq gətirmək üçün olan bir şey deyil. Dindar deyilsənsə təbii ki. Yəni, amma məsələn abortu dəstəkləyir. Təbii ki, artıq uşaq varsa, təbii ki, məntiq olaraq da abort haqqı varsa, dinlərdə bu qəbul edilmir. Çünki Allahın bir hədiyyəsidir. Allah onu veribsə, ruzisini də verəcək kimi alğı var. Yəni, aldıra bilməsən, amma antinatalistlərdə ümumiyyətlə bu antinatalistlərin bir çox görüşləri dinlərlə ziddiyyət təşkil edir. Çünki dinlərdə Məhəmməd Peyğəmbərin dediyi kimi də çoxalmasan ki, Məhəmməd Peyğəmbər o çox doğan ümməti ilə, çox uşaqlı ümməti ilə fəxr eləyəcək. Yəni, ziddiyyət təşkil edir. Yəni, ümumilikdə belə, amma kökündə fəlsəfəsi çox qəşəngdir. Mən sorğulayanda da, yəni düşünürəm ki, müzakirə eləyəndə belə görürəm ki, o qədər yad bir düşüncədir ki, müzakirə belə eləmək olmur. Yəni, çox səthi şəkildə şeyi qavramırlar demək istədiyim, həyatın əzab verici olduğunu qəbul eləsək məntiqlə, mən bir canlını sevirəm, dünyaya bir canlı gətirmək istəyirəm, amma bir tərəfdən dərk edirəm ki, həyat ağrılıdır, əzablıdır. Yəni, niyə onda dünyaya birini gətirim, niyə əzab verim? Yəni, bunun arasında yaxşı ana, ata olmaq qalır. Yəni, yoxdur belə bir anlayış. Yəni, belə, amma bir də
Son olaraq bunu düşünürəm ki, antinatalizm artıq Avropa ölkələrində, bəzi ölkələrində ümumiyyətlə müzakirə edilir. Amma məsələn, şərq toplumunda, dinlərin dominant olduğu toplumlarda bu nə qədər müzakirə oluna bilər də. Yəni Allah sənə deyir, dox, sən deyirsən ki, yox, dünya əzabvericidir. Sənin dininə görə dünyanı Allah hədiyyə edib, sən Allahın hədiyyə elədiyi bir şeyi necə pisləyə bilərsən də. Yəni məntiqlə belə bir İslamofob olaraq distopiya canlanır ki, gözümdə onsuz da yəni gedişat odur. Sivilizasiya keçmiş ölkələr, artıq mədənləşmiş toplumlar könüllü olaraq törəməni dayandırır, yəni doğmağı dayandırır, çoxalmağı dayandırır və şərq toplumları çoxalırlar. Bu da mənim həmişəki kimi bir İslamofob olaraq distopiya fikirlərim. Şərq toplumları, müsəlmanlar törəyirlər və çoxalırlar və dünyanı ələ keçirirlər ki, praktikada, yəni antinatalizm görüşü nə qədər keçərli olar. Yəni keçərli olsa da onsuz da praktikada bilməyəcəyik nəticəni, amma çox utopik görünür hal-hazırda və gedişatda da dediyim kimi bu fəlsəfi olaraq da müzakirə edilsə, artıq insanlar da bu haqqda düşünməyə başlasa da böyük ehtimalla gedib Hindistanlılar bunu düşünməyəcək və yaxud da ki, ərəblər düşünməyəcək. Yenə nəticə olaraq gəlib Avropalılar düşünəcək. Avropalılar törəməni dayandıracaq. Belə absurd bir. Amma antinatalizm təbii ki, belə bir qayğıları yoxdur. Yəni sən yox olandan sonra, mənim nəslim davam eləməyəndən sonra dünyada kim çoxalacaq, kim çoxalmayacaq, o qədər də eqaldır yəni. Amma belə, yəni antinatalizmin əsas fəlsəfəsi radikal və yumşaq şərti antinatalizm. Dediyim kimi, yəni şərti antinatalizm danışmışdım deyə bir də danışmaq istəmirəm. Dünyada sülh olsun və yaxud da ki, mənim maddi rifahım yaxşı olsun, uşaq dünyaya gətirim. Yəni radikal antinatalizm belə bir şey demir. Radikal antinatalizm sən izah eləyir ki, birinci qəbul eləməli olduğun, anlamalı daha doğrusu olduğun şey əzab qaçınılmazdır və həyatdasansa ölüm var. Ən sadəsi yaşıllıq və ölüm var və ikisi də ağrılı prosesdir. Hər şeydən qaçsan belə, ideal bir həyat yaşasan belə, nəticə olaraq yaşlılıq və ölüm var və xəstəliklər var, təbii fəlakətlər var və bunlara sən bir uşaq dünyaya gətirərək o uşağı bunlara məruz qoyursan, ölümə məruz qoyursan. Yəni bir həyat vermirsən, eyni zamanda onu ölümə məhkum eləmiş olursan dünyaya gətirməklə.